Bu budur. Qardaş, Allah təkdir deyirlər. Allah təkdir, onun tay bərabəri yoxdur. Sən Allah təkdir deyirsən, gedirsən hansısa imamdan, Allahın yaratdığı quldan kömək istəyirsən. Bu nə dərəcədə düzgündür? Nə dərəcədə? Allaha şərik qoşmursan, nə qoşmursan, ha bədbaxt. Müşrik gedir də bu insanlar, müşrik. Allah Mən bu qardaşın Quran-ı Kərimin 2 ayəsi ilə cavab verəcəm. Bismillahirrahmanirrahim. Quran-ı Kərimdə Əhzab surəsində Allah Teala buyurur ki: "İnnəmə yuridullahu ankum minər-rijsi əhlel-beyt və yutahharakum tatira." Biz siz əhl-i beyti bütün çirkinliklərdən və pisliklərdən çəkindirdik. İkinci ayə Allah Teala Quran-ı Kərimdə buyurub ki: "Vəbduhu ileyhi vəsilə." Mənə vəsilə gətirin, mənə vasitələr axtarın. Vasitələr, yəni bir şəkildə deyil, vasitələr yəni çoxlu şəkildədir. Bizim ən sabiq, ən düzgün vasitəmiz Əhl-i Beyt əleyhissalamdır. Və sən durub insanları təhqir edirsən. Deyirsən ki, Allahın yaratdığı bəndədən kömək istəyirsən. Biz Allahın yaratdığı bəndədən kömək istəmirik. Biz gedirik Kərbəlaya, Məşədə və yaxud da Ümrə ziyarətinə və yaxud da hər həccə gedirik. Deyirik ki, məsəl olaraq Kərbəlada deyirəm. Deyirəm ki, ilahi sənə and vermişim İmam Hüseyin xatirinə və yaxud da Əbəlfəz ağa xatirinə mənim filan müşkümə hasil elə. Orada biz Allah qoşmuruq. Demirik ki, Hüseyin sən mənim Allahımsan. Ya Əbəlfəz sən mənim Allahımsan. Ya Əli sən mənim Allahımsan. Bəli, bunu kimsə deyə bu Allaha şərik qoşmaqdır. Amma siz başa düşmürsünüz ki, ibadətlə itaətin, ibadətlə ziyarətin ayrı-ayrı məqamları var. İbadət bəli, yalnız Allahadır. Yalnız Allahadır, Allahdan başqasına ibadət layiq deyil. Amma siz durub deyirsiniz ki, şiyələr müşrikdir, şiyələr harda yazılıb şiyələr müşrikdir? Nə oldu Vahabi bir dənə gedib Məhəmməd Peyğəmbərin qəbrində salam verəndə və yaxud da Əssəlamu aleykə birinci, ikinci xəlifə adı çəkəndə onda onlar haqqında heç nə danışmır. Biz birə Əhl-i Beyt əleyhissalamı ziyarətə gələndə bizim daşımız düşüb bunların başına. Allah hidayət eləsin.